İnsanlar hesablamanı min illər əvvəl abakla başladı. Sadə çubuqlar toplama və çıxmanın ilk aləti idi. 17-ci əsrdə Blaise Pascal ilk mexaniki kalkulyatoru hazırladı. Dişli çarxlarla işləyən kiçik hesablama maşını. 19-cu əsrdə Charles Babbage analitik maşın ideyasını ortaya qoydu. Bu, bugünkü kompüterlərin prinsipi, yaddaş, prosesor və proqramlaşdırma ilk dəfə onun layihəsində görünürdü. 1940-1950-lərdə elektron dövr başlayır. ENIAC kimi nəhəng kompüterlər minlərlə vakum lampası ilə işləyirdi. Bir otaq boyuydu və çox enerji sərf edirdi. 1958-də tranzistor ixtirası kompüterləri kiçikləşdirdi, daha sürətli və daha etibarlı etdi. Ardınca mikroprosesorlar gəldi və 1970-ci illərdə ilk şəxsi kompüterlər Altair, Apple I, IBM PC doğuldu. 1990-lar internet dövrünü açdı. Kompüterlər qlobal şəbəkəyə qoşulub məlumat dövriyyəsini təmin etdi. 2000-lərdən etibarən notebooklar, smartfonlar və bulut sistemləri kompüteri cibimizə qədər gətirdi. Bugün süni intellekt, kvant kompüterləri və neyroçiplər kompüter təkamülünün növbəti mərhələsini qorur. Tarixdə ilk dəfə maşınlar yalnız hesablamır, həm də öyrənir.